Bakıda simvatlarım var. Dedilər ki, axşam yığışırıq sənə gəl. Valla sən öz başına niyə qərarlar verirsən ki? Niyə demirsən ki, bu bir dədəmlə məsləhət eləyir? Bax, indi uşağın xətrinə dəyəsən, duracaq buradan birbaşa gedəcək qəbristanlığa. Rəhmətli anama səndən şikayət eləyəcək. Arvad da girib yuxuma səni danlayacaq. Heç nə də bala, get də. Sən üçün bəsdir qoşun. Mən özümü şirkət edirəm. Şirkət nədir? İdarə edirəm. Darxıram, ay Qasım. Mənim həmişəm yox sözümü düşürsən üstümə. Hə eləyənə kimi diləşirsən məndən, axırda da bax belə olur. Bacı, axşamınız xeyir olsun. Ay qoşu, bacı nədir? Mənəm, qadan alım, mamanam. Papaqlı kişi kimdir? Ola bilər mən sənə bahalı ev göstərməmişəm, bahalı maşın göstərməmişəm. Amma mən sənə ondan da bahalı açıq alnımı, qabarlı əllərimi göstərmişəm. Rəhmətli dədəm deyərdi ki, kişi valideynlərindən çox dostlarına bənzəyir. Sən də həyatda elə dost seçkinən ki, həmişə yaxşı dostlarına bənzəyəsən. Yayımın baş sponsoru Bizon, xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları, sponsorlar Bomba Beloçka tumları, Şahs Electronics, Permalit boyaları, Mebra Az Mebel elanları platforması, Kənd havası, şənbə günü, saat 20-də, Xəzərdə.